Mən də insan kimi yaşamaq istəyirəm. Mən də adam kimi yaşamaq istəyirəm. Evdir bu. Şirvan şəhəri Bayramlı qəsəbəsi Sabir 4 ünvanında yaşayan bir qrup sakin Kanal 21-ə müraciət edərək yaşadıkları evlərin tamamilə yararsız hala düşdüyünü bildirirlər. Sakinlərin sözlərinə görə evlərin dam örtüyü çöküb, yağış yağanda su birbaşa evin içinə axır. Böcəklərin və siçanların əlindən isə gündəlik yaşayışın mümkünsüz olduğunu bildirirlər. Vətəndaşların sözlərinə görə məsələ ilə bağlı Şirvan şəhər icra hakimiyyəti də heç bir maraq göstərmir. Mövcud vəziyyətin təhlükəli olduğunu deyən sakinlər evlərdə qalmağın artıq mümkünsüz olduğunu vurğulayırlar. Çarəsiz qalan sakinlər Cənab Prezident İlham Əliyevdən kömək istəyərək bu şəraitdə yaşamaq əvəzinə onlara yaşayış üçün uyğun evlə təmin olunmalarını xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Qasımova Suğra Şirxan qızı. Şirvan şəhəri Bayramlı qəsəbəsinin Sabir 4 ünvanında yaşayıram. Yaşadığım ev bu barak evdir. Ne hamam var, ne ayıp olmasa tuvalet var, ne kanalizasyon var. Hiçbir şey yoktur. Evime damır, dolanışığım yok. Yağış yağanda eve damır, kar yağar eve damır. Ne bileyim Allah'ın yarattığı bu kuşlar hamısı evin içinde. Mışlar. Allah'a and olsun yapışkan almaqdan mən bezmişəm. Sıçan tutmağım. Bu dəqiqənə bax, evə girginən yapışkanın biri o başladı, biri o başladı. Sıçanlarla, kərtənkələrlərlə. İlin bu vaxtında belə evdə, bu bolluq vaxtında, neft olan ölkədə belə yaşamaq olar. Bax, pambıq tıxamışam, hamısı cırıq-cırıqdır, bax daha. Gəl bax daha, pəncərəm bax, çürüyür, bax daha. Çürümüş bax, çürüyür, bax daha, bax. Görsən gömgür göyəlib hamısı. Belə də yaşadığım da ev budur. Həm hamamdır, həm xunadır, həm yataq otağıdır, bax, mənə otaq. Pis vəziyyətdir, belə yerlərdən yaşayan. Daha yapışqanı bax, siçana görə vurmuş. Cənab Prezident, sizdən xahiş edirik, bir ana kimi, bir böyük kimi bizə kömək elədin. Bizə bu evi tikməkdə, bu evi bizə şərait yaradın, Allah sizdən razı olsun. Bizə kömək eləyin ki, bizə də bir ev tiksinlər. Biz də yaxşı yaşayaq. Əliyeva təxminə. Müraciətiniz nə ilə bağlıdır ki sizin? Müraciət bu xarabı ilə, bax bu evlə, dağılmışla. Uçur başımıza gəlir. Biz də insan kimi bir kravatımıza rahat yataq da. Allaha and olsun, yəni getir bağda başımı yumruq, and olsun. Yummağa yer tapırıq biz. Hansı zamanət birinci qrup əllə mən bedrə qoymuşam. Mənim anam o icra qabağına qaçırdı, bu deputatın qabağına qaçırdı. Səsə gələndə hamıdan qabaq anam gedirdi səs verməyə. Vallahi anam ev deyə getdi də, kim ev tikdi, kim onu bir yerə çəkdi? Heç kim. Neçə vaxtdır belə vəziyyətdə yaşayırsınız? Biz neçə illərdir belə yaşayırıq oğlum, bax belə yaşayırıq biz. 10-cu ildə Kür hadisəsindən bax belə vəziyyətdə yaşayırıq. Belə şey olur, başına dolanır. Gedirlər, gəlirlər, baxırlar, çıxıb gedirlər. Bəs müraciət... 2000 o vaxtı pul verdi, onu da o nədir, o öldü o kişi. Hə, dedi ki, remont pulu döydü, o dedi ki, bana şəxsən o mərdanın yanında dedi ki, o həyəcan pulu idi. Ama çox vəzi pis əziyyətdə, dəhcizdir də. O üzrə apardılar 6000, 4000 pul verdilər, oradan oraya mənim bacımgilə pul vermədilər. Ağaçlar yandı, həyətin izinə bastı. Oradan oraya onlara vermədilər. Şəhər İcra Hakimiyyətinin fəaliyyəti sizi qane edirmi? Nə qane elə ki, nə qarıb mənə? Mənə heç nə eləməyib, gəlsin tutsun aparsın məni. Mənə heç nə eləməyib, gəlsin girsin evimə baxsın. Neçə dəfələrlə girir. Anam onun ağzı öpüşürdü, həmən icra ilə mənim anam ağzı öpüşürdü. Bildin? İcras olan kimi mənim anamı yuxarı başa çəkirdilər. Həmən arvadın evidir, bax. Xəstələndi bu evdə öldü o arvad. Belə yaşamaq olmaz, biz də insan kimi yaşamaq istəyirik. Biz də İstəyirik evimiz olsun, eşiyimiz olsun. Biz elə belə gəlib uçuq evdə ağır işə gedirəm. Gecə saat 11-də 12-də evimə gəlirəm. Soyuq evə gəlirəm, uçuq, sökük, yağış başıma yağır. Yağan yağış bax hamısı evdə, evin içində olur oğlum. Yağan yağış hamısı evin içində. Hamının bax padvalı belədir. Allah'a and olsun. Hamı bax danqıraqla çəkmişik, yapışdırmışıq yuxarı ki, amandı patolog yerə düşməsin. Başımıza tökülməsin. Haçanca belə yaşayarıq biz. Nə vaxta qədər? Şərimiz yox, şəraitimiz yox, hamam yox.
İnandırım səni day İnansan qapılarda gelmişim çilməkdən kere çeperde başını Xəcalət çəkdik yumuşam. vallahi. Allah hamdolsun. Bilirəm də. Soyuq oldu Yoxdur, burada daha buxarına yoxdur. koyup yuyunmadım. Buradakı yaşadığımız yerdə. Ben de insan kimi yaşayırım. İki gözümü tiksin versin ben de insan kimi yaşayayım. Oğlum gəliblər, çəkiblər, yazıblar, pozublar. Bu il olacaq, gələn il olacaq. İlbəil, ilbəil, məsəl üçün deyirlər. Ancaq ortada bir şey yoxdur. Biz də gözləyə-gözləyə baxırıq da. Gözləyə-gözləyə sıçanların içində olur. İnansan Sıçanla evde elə cürbəcür qurtlar Mən çıxır. getmişəm, Allah Allah sıçanlarla oynayıram. İlanmam belə. Sıçanla Elə şey oynayıram. olur. Yay Yay olsun oldu, kəllə qurtardı. oynayıram. İndi Ama nə zaman elə gedirib, bax bu binada. O gün o qonşu öldü, yaşlar var. Mənim anam öldü, day nə oldu bu? Yer tapırıq, yer tapırıq. Mən daha həkimlərə pul qalmadı tökdüm. Mən anamın üstünə axıdı Bakıya Yəni- qaçırdım. Nəmişli Mən pul qalmadı anamın üstünə tökdüm. Nəmişliydi, zinədir, hamısı zinədir, vurur. Rematizm əmələ gəlib. Mən üzünüzə qışlarımın ağrısından ölürəm. Nəmişlikdə. Allaha and olsun oğlum, Qurana and olsun. Onu silirəm 3 saata 4 saata quruyum. Hökumətdə demişdirik də, biz başqa şey demirik. Demir gəlsin bizə, var versin, dövlət versin. Bizə də iki gözümüzü tiksin versin. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.